Salam değerli izleyiciler, bir qazın bugünkü qonağı politolog Aytan Qurbanovadır. Hoş geldiniz Aytan xanım. Hoş gördük kimi. Biz istərdim başlayaq hal-hazırda dünyanın gündəmi əsas Amerika-İran müharibəsidir. Deməli 2 həftəlik atəşkəs başı vaxtından gecə saat 3:50-də bitdi və Trump artıq açıqlama verib ki, qeyri-müəyyən müddətə qədər deməli bu atəşkəsin müddətini uzadıb. Amma digər bir tərəfdən də İranla danışıqlar masasına oturmaq istəmir və Pakistan indinin özünə də mən Reuters'dan az öncə baxdım. Hələ də cavab gözləyir İran tərəfindən. Yəni İranın danışıqlara yanaşmamasına səbəbi, bir də bundan sonraki prosesləri siz necə təhlil edərdiniz? Düşünürəm ki, əslində İranın bu istiqamətdə atdığı addımlarda ən əsas məsələ iki ölkə arasında olan etimad böhranı ilə bağlıdır. Çünki danışıqlar prosesində biz diqqət ediriksə, qarşılıqlı olaraq biz ittihamları və eyni zamanda şərtlərin də maksimalist qaydada tətbiq olunduğunu görürük. Yəni İran nüvə proqramının ləğv olunması Amerika Birləşmiş Ştatları üçün əsas hədəflərdən biridirsə, İran hücumu təhlükəsizlik zəmanətidir. Deməli, danışıqların əsas predmeti olan məsələlərdə ziddiyyətli maraqlar dərinləşdikcə biz hər hansı bir formada onsuz razılığın əldə olunmasına nail ola biləcəyini düşünə bilmərik. Digər tərəfdən razılıq olsa belə, bu razılığın müddəti nə qədər davam edəcək? Çünki biz atəşkəs əldə olunduqdan sonra Livanda əməliyyatların davam etdiyini görürük. Sonra dedilər ki, atəşkəs dövrü Livanı əhatə etmir. Yeni bir danışıqlar prosesi başlandı və İsrail ilə Livan arasında atəşkəsin əldə olunması və hətta Hizbullahın tərksilah olunması məsələsinin gündəmə gəldiyini müzakirə etdik. Və bundan sonraki mərhələdə biz İranla Amerika Birləşmiş Ştatları arasında ola biləcək razılığın da qısa müddətli olacağını ehtimal edə bilərik. Çünki indiyə qədər nüvə proqramı ilə bağlı olan danışıqlara nəzər etirsək, ən əsas kulminasiya nöqtəsi danışıqların məsələ 2015-ci il çərçivə sənədidir. 2015-ci il çərçivə sənədinin tətbiq olunma müddəti məsələ 3 il davam etdi. 2018-ci ildə Trump administrasiyası hakimiyyətə gəldikdən sonra, hətta hakimiyyətin son illərində deyək, bir tərəfli qaydada müqavilədən geri çəkildiyini bəyan etdi və İran da qarşılıqlı olaraq öhdəlikləri yerinə yetirməkdən imtina etdi. Və bu iki ölkə arasında onsuz olan ciddi etimad böhranının daha da dərinləşməsinə səbəb oldu. Düşünürəm ki, indiki məqamda İranın danışıqlardan imtina etməsinin əsas səbəblərindən biri də odur ki, əgər nüvə proqramı ilə bağlı hər hansı bir öhdəlik götürülərsə, bu öhdəlik artıq İranda mövcud olan rejimin davamlılığını təhdid altına alacaq və ümumilikdə İrana olacaq hücumlarla bağlı gələcək ssenariləri daha çox gündəmə gətirəcək. Yəni hər hansı bir formada Amerika Birləşmiş Ştatlarına danışıqlar masasında iştirak edən tərəflərə inanmadıqları üçün bu maksimalist səbəblərdən də geri addım atmırlar və Amerikada maksimalist səbəblərdən geri addım atılmadığı müddətcə hansı şərtlər daxilində razılığa gələ bilər? Bu istiqamətdə konkret fikir bildirmək kifayət qədər çətindir, çünki Trumpın bəyanatlarının biri digərini təsdiqləmir. Bir də Trumpın ümumiyyətlə yekdiliyi ilə əsas şərt odur ki, İranın heç vaxt nüvə silahı ola bilməz. Amma İran israrla nüvə silahının olacağını, yəni olacağını bildirir qarşı tərəfə. Nüvə silahı demir, çünki İran konkret olaraq açıq şəkildə nüvə silahından təhdid edici məqsədlər üçün hər hansı bir formada istifadə etməyi nəzərdə tutmadıqlarını, uranın zənginləşdirilməsinin dinc məqsədlər üçün həyata keçirildiyini hələ də iddia edir. Yəni konkret bununla bağlı açıq bir bəyanat yoxdur. Amma uranın zənginləşdirilməsi ilə bağlı olan müddəalarda 67-ci il müqaviləsinə əsaslanaraq nüvənin yayılmaması ilə bağlı olan sazişin nüvə dinc məqsədlər üçün bu istiqamətdə ata biləcəkləri hüquqları gündəmə gətirərək əsaslandırmağa çalışırlar. Amma bu da bir istiqamətdə İranla bağlı olan məsələləri daha çox skeptik yanaşmağa sövq edir. Çünki heç kim zəmanət verə bilməz ki, İran müəyyən bir potensiala nail olduqdan sonra bunun nüvə başlıqlarının əldə olunması istiqamətinə yönləndirməyəcək. Onu da nəzərə alaq ki, İran imperiya keçmişi var və imperiya təfəkküründən çıxış edərək də orta şərq siyasətini məhz bu istiqamətdə formalaşdırmağa çalışır. Məhz ona görə müzakirələr davam etdiyi bir dövrdə indiki mərhələdə İranın indiki potensialla müharibədən çıxmasının region üçün ciddi təhdidlər yaratdığını hər zaman ifadə etmişik və düşünürəm ki, əslində Körfəz ölkələrinin gizli olaraq müharibənin davam etməsi ilə bağlı olan niyyətləri, çünki açıq şəkildə müharibənin dayandırılması ilə bağlı konkret addım atıldığını görmürük. Bu da deməkdir ki, müharibənin davam etməsi indiki şəraitdə müharibənin bitməsindən daha çox onların maraqlarına uyğundur. Çünki İran müharibə dövründə asimetrik cavab reaksiyaları ilə onsuz həmin dövlətlərin ərazilərini ciddi ölçüdə təhdid altına almışdı. Bundan sonraki məqamda əgər Amerika Birləşmiş Ştatları şərtləri qəbul edərsə ya da ortaq bir razılıq əldə olunarsa, İranın qarşısına dayana biləcək hər hansı bir alternativ qüvvə olmaya bilər orta şərqdə və bu da orta şərqin yeni formalaşan arxitekturasında İranın daha təsirli təzyiq mexanizmlərinə sahib olacağını deməyə əsas verir. Bir də ümumiyyətlə 3-cü Dünya müharibəsinə bağlı tez-tez qərb mətbuatında bizim yerli mediada yazılar gedir, amma hal-hazırda məsələn bu müharibə kontekstində Rusiyanın və Çinin də İrana dəstək verdiyinə bağlı New York Times, Wall Street Journal, Washington Post kimi dərgilərdə məqalələri var. Bu onu deməyə əsas verir ki,
ümumiyyətlə artıq İsrail və İran üzərindən ABŞ, Rusiya və Çin arasında bir müharibə artıq başlamaqdadır, yəni gedir. Ümumiyyətlə, Amerika Birləşmiş Ştatları ilə İran arasında davam edən müharibə sadəcə iki dövləti əhatə edən bir müharibə deyil. Biz çox gözəl bilirik ki, bu Qərbin yeni dünya nizamını formalaşdırmaq, daha doğrusu Amerika Birləşmiş Ştatlarının yeni dünya nizamını formalaşdırmaqla bağlı atdığı addımların aydın təzahürləridir. Son bir neçə gündə müzakirə olunan əsas məsələlərdən biri məhz beynəlxalq sularda İranın bayrağı ilə üzən gəmilər Amerika Birləşmiş Ştatlarının hücum etməsi ilə bağlı əvvəl iddiaların səsləndirilməsi, sonra bunun reallaşdırılması idi. Və bu aydın şəkildə göstərir ki, onsuz Amerika Birləşmiş Ştatları nüvə proqramının ləğv olunması, rejimin dəyişdirilməsi ya da bu istiqamətdə qoyduğu hədəflərdən daha çox dənizlər uğrunda və eyni zamanda regionlar uğrunda mübarizəni də davam etdirir. Yəni kim nəzarət edəcəksə keçidlərə, kim dənizlər üzərində nəzarəti təmin edəcəksə, biz bilirik ki, onsuz tarix boyu formalaşmış təcrübədən irəli gələn yanaşmalarda o dövlətin daha çox təsir və təzyiq mexanizmləri var və Amerika çalışır ki, Orta Şərqdə mövcud olan sularda ticarət üzərində nəzarəti tam təmin etsin. İstəyir Hörmüz boğazı olsun, istəyir ümumiyyətlə Qırmızı dəniz üzərində keçidin tam təmin olunması ilə bağlı olsun və burada da İranın ciddi ölçüdə nəzarəti var. Yəni uzun illərdən formalaşmış bir nəzarət mexanizmi var. Qırmızı dəniz üzərində təhdidləri Husilər vasitəsilə, Yəməndəki Husilər vasitəsilə təmin edə bilir. Eyni zamanda müharibə başladığı gündən biz Hörmüz boğazının təzyiq alətinə çevrildiyini də aydın şəkildə müşahidə etdik və gəmilərin müsadirə edilməsi müharibənin gedişatını dəyişdirmirsə, ümumiyyətlə ciddi ölçüdə İranın geri addım atmasına təsir etmirsə, bu deməkdir ki, artıq arxa pərdədə olan maraqların biz gün üzünə çıxdığını da aydın şəkildə müşahidə edə bilirik. Yəni Orta Şərqi yenidən dizayn olunur. Həm suların, həm sularda, həm quruda Orta Şərq üzərində kim nəzarət edəcək? Yeni müstəmləkəçilik ideologiyası ilə bu dövlətlərə kim daha çox təsir mexanizminə sahib olacaq? Bu prinsipdə artıq müharibə aparılır. Ona görə də İranla ABŞ arasında davam edən müharibədə biz Avropanın ciddi ölçüdə Amerikaya dəstək vermədiyini görürük. Hətta NATO daxilində böhranın da dərinləşdiyini görürük. Rusiya-Ukrayna müharibəsinin paralel şəkildə davam etdiyini görürük. Çinin ciddi maraqları var, çünki investisiya layihələri var, həm İran daxilində, həm də ümumilikdə keçid yolları üzərində. Neft təmini, enerji təhlükəsizliyi ilə bağlı İranla əməkdaşlığı var. Düzdür, hal-hazırda Çin və İran arasında olan əməkdaşlıq Çini böhrana apara biləcək həcmdə olmasa belə, ciddi ölçüdə maraqlarının təsir altına düşməsini heç bir halda istəməz. Daha ucuz neft ehtiyatlarına çıxış imkanı varkən bunu niyə itirsin deyə yanaşmalar kifayət qədər önəmlidir. Təbii ki, Çinin daha təmkinli, daha praqmatik yanaşmaları hər zaman ortada olur və heç bir halda onsuz sərb əməliyyatlarda birbaşa tərəf olmayacağını hər kəs çox gözəldir. İstisna bir hadisə var, o da Tayvan məsələsidir. Yəni Tayvan məsələsi olmadığı halda Çin nə hərbi əməliyyatlarda, nə siyasi gərginlikdə bir tərəf olaraq iştirak etmir. Hətta diqqət ediriksə, atəşkəs əldə olunmazdan əvvəl Çinin zəmanəti ilə danışıqların aparılması məsələsi İran tərəfindən gündəmə gətirilmişdi. Amma biz ciddi cavab reaksiyası ilə qarşı-qarşıya qalmadıq. Çünki proseslərin iştirakçısı deyil, prosesləri müşahidə edərək mənfəət götürən tərəf olmaq Çinin ənənəvi yanaşması, ənənəvi ritorikası kimi qiymətləndirilə bilər. Digər tərəfdən Rusiya bəli, burada ən çox mənfəət götürən tərəflərdən biridir. Çünki biz diqqət ediriksə, qlobal gündəmdə Rusiya-Ukrayna müharibəsi artıq ikinci hissəyə keçib, ikinci prioritet olaraq qəbul olunur və Rusiya cəbhədə öz nailiyyətlərini, öz hədəflərini daha sürətli şəkildə reallaşdıra bilir. Eyni zamanda Amerika Birləşmiş Ştatlarının İranla apardığı hərbi əməliyyatlarda sürətli şəkildə qələbə əldə edə bilməməsi və Amerikanın potensialının ölçülməsi ilə bağlı olan təcrübə də Rusiyaya böyük ölçüdə yeni yanaşmalar və danışıqlar prosesində öz mövqeyinin daha güclü şəkildə təmsil olunmasına icazə verir. Yəni biz müharibə başladığı ilk dövrdə, Rusiya-Ukrayna müharibəsini nəzərdə tuturan başladığı ilk dövrdə yeni dünya nizamının formalaşdırılmasında qlobal aktorlar arasında Rusiyanın adının səsləndirilməsini skeptik yanaşmalarla ifadə edirdiksə, bugün bunu əminliklə deyə bilirik. Çünki həm Rusiya-Ukrayna cəbhəsində kifayət qədər öz maraqlarını aydın ifadə etdi və Amerika Birləşmiş Ştatlarının belə dırnaqarası dəstəyini qazanaraq demək olar ki, Ukraynaya təzyiq mexanizmi formalaşdıra bildi. Digər tərəfdən isə Amerikanın onun hədəflədiyi bütün məqsədlərə nail ola bilmə potensialını da ölçə bildi İranla olan qarşıdurma nisbətində və düşünürəm ki, artıq Rusiyanın maraqları Alyaska görüşündən etibarən olsa Amerika tərəfindən ciddi ölçüdə nəzərə alınır və Alyaska görüşünün nəticələrinin həm baş verən proseslər fonunda, həm də Rusiya-Ukrayna müharibəsinin gələcəyi fonunda dəyərləndirdiyini nəzərə alsaq, daha əvvəl qlobal media korporasiyaları tərəfindən dünyanın bölüşülməsi ilə bağlı paylaşılan xəritələrin nəbz ölçmək məqsəd daşıdığını və ümumiyyətlə dünyanın bölüşülməsi ilə bağlı ciddi gizli danışıqların aparıldığını aydın şəkildə deyə bilərik. Bir də bu istərdim ki, Türkiyə-İsrail faktoruna baxaq. Çox ümumiyyətlə The Times of Israel olsun, Haaretz kimi nəşrlərdə Türkiyənin artıq Suriyadakı mövcudluğu təhdid olaraq görülür. Digər tərəfdən də ki, bu Kürdlərlə bağlı hərbi əməliyyatlarda Avropa Birliyi parlamenti qətnamə qəbul edir.
idi. Kürdlərin Suriyada keçirdiyi hərbi əməliyyatları Türkiyənin, daha doğrusu kürdlərə qarşı hərbi əməliyyatı pislənildi. Amma bundan başqa da Türkiyə xəbərdarlıq edib ki, bu İranda kürdlərin də ümumiyyətlə siz İran hökumətinə bəli istifadə olunmasına bağlı Trumpın açıqlamaları oldu və Türkiyə xəbərdarlıq elədi ki, bunu eləsələr onlara qarşı hərbi əməliyyatlar keçir. Türkiyənin buradan narahatlıq nədir və Türkiyə ilə İsrail arasında hazırda bir toqquşma ehtimalı varmı? Ümumiyyətlə Kürdlərlə bağlı məsələ Türkiyənin milli təhlükəsizliyində ciddi ölçüdə önəmli məsələlərdən biridir. Çünki Türkiyə daxilində uzun illərdir qeyri-qanuni silahlı birləşmələr şəklində Türkiyə hökumətinə və Türkiyənin milli təhlükəsizliyinə, ərazi təhlükəsizliyinə hədəh yaradan Kürdlərlə mübarizə aparılıb. PKK-nın silahı yerə qoyması, özünün ləğv olması ilə bağlı bəyanatları Türkiyənin ən böyük terrorla mübarizədə ən böyük nailiyyətlərdən biri kimi qiymətləndirilə bilər. Amma bu sondurmu təəssüf olsun ki, xeyr. Çünki dırnaqarası o böyük Kürdistan layihəsi Türkiyənin ərazisi ilə paralel olaraq Suriya, İran və İraqın ərazisində əhatə edir və Türkiyə öz ərazisində buna nəzarət etdiyi qədər digər dövlətlərdə də bu prosesin radikal formada inkişaf etməməsi üçün nəzarəti əlində saxlamağa çalışır. İraqda keçirilən əməliyyatlar, Suriyada keçirilən əməliyyatlar buna bariz nümunədir və Suriyada yeni keçid hökumətinin formalaşdırılması və ümumiyyətlə idarəçiliyin Türkiyə modelində yaradılması Amerikanın maraqlarına uyğundur. Çünki biz daha əvvəldən mövcud olan Böyük Orta Şərq layihəsinə nəzərə yetirəndə Türkiyə Amerikanın və Qərbin əməkdaşlıq edə biləcəyi dövlətlər sırasındadır. Bu modeli formalaşdırır və dünyəvi idarəçilik formasının Suriyada da yaradılması onun maraqlarına uyğundur. Burada əsas iddiyyətli məqam Suriya-İsrail münasibətləri ilə bağlıdır. Çünki biz bilirik ki, Suriyanın Qolan təpələri İsrail tərəfindən işğal olunub və hal-hazırda işğal altındadır. Həmin təpələr üzərindən nəzarət və təhlükəsizliklə bağlı olan təhdidlər də ciddi ölçüdə problem yaradan əsas məsələlərdən biridir və Suriyada hökumətin formalaşdırılması ilə bağlı Türkiyənin iştirakı İsrail üçün ona görə təhdid qiymətləndirilir ki, ola biləcək oradan hər hansı bir təhdidlərlə bağlı zəmanət istəyir. Düşünürəm ki, bununla bağlı onsuz arxa pərdədə danışıqlar var idi. Çünki ilkin mərhələdə biz fəal şəkildə iştirak edən bir İsrail ilə qarşı-qarşıya deyildik. Amma İranla Amerika Birləşmiş Ştatları ilə müharibə davam etdiyi bir dövrdə daha əvvəldə də qeyd etdiyimiz kimi Livanda da əməliyyatlar aktivləşməyə başladı və düşünürəm ki, böyük İsrail vəd olunmuş torpaqlar konsepsiyasından irəli gələrək İsrail fürsətdən istifadə edib bütün ərazilərdə öz hədəflərinə çatmağa çalışır və bu istiqamətdə bütün hədəfləri ilə gedə biləcək yolda hərbi əməliyyatları və toqquşmaları fəallaşdırmaq istəyir. Və Suriyada burada istisna deyil. Suriyada Kürdlərlə bağlı olan məsələnin istifadə olunması Suriyadan başlayan o dırnaqarası Böyük Kürdistan ideologiyasının Türkiyə və region dövlətlərinə təzyiq fəaliyyəti kimi istifadə olunması cəhdi kimi də qiymətləndirilə bilər. İranda da bu proseslər gündəmə gəlmişdi. Çünki ilk başladığı dövrdə müharibə Mossadın İranda Kürdlərdən istifadə edərək yeni bir ixtişaş yaratması və orada muxtariyyətlə bağlı olan ssenariləri qlobal media korporasiyaları tərəfindən müzakirə olunur. Hətta bu ittihamlar, bu iddialar təkzib də olunmuşdu. Amma sonra Trumpın bəyanatı var idi ki, biz Kürd liderlərlə gizli danışıqlar apardı. Amma sonradan qərara gəldi ki, xeyr, bu ehtimallar reallaşdırılmasın. Hətta Türkiyədə rəsmilərin bununla bağlı bəyanatları var idi. Dövlət başçılarının geniş bununla bağlı çıxışı var idi ki, biz Kürd qardaşlarımızdan istifadə olunmasına, alət olaraq istifadə olunmasına icazə verməyəcəyik. Bu da aydın göstərir ki, onsuz istəyir İranda, istəyir İraqda, istəyir Suriyada baş verən proseslərdə heç bir halda Türkiyə öz maraqlarından geri addım atmayacaq. Bu maraqları da birbaşa olaraq Türkiyənin milli təhlükəsizliyi ilə bağlı təhdidləri əhatə edir. Çünki baş verəcək proseslərin qarşısını almaq mümkün olmayacaq və domino effekti verərək bütün region dövlətlərinə Türkiyədə daxil olmaqla yayılma ehtimalı var. Və ona görə də İsrail nə qədər bunu təhdid olaraq dəyərləndirsə, Avropa İttifaqı çərçivəsində Türkiyəyə qarşı hər hansı bir qətnamələr, bəyanatlar səsləndirilsə də, düşünürəm ki, qeyri-qanuni silahlı birləşmələr halında fəaliyyət göstərən Kürdlərlə mübarizə və bu istiqamətdə antiterror əməliyyatının davam etdirilməsi Türkiyənin milli təhlükəsizliyində kifayət qədər önəmli prioritet istiqaməti formalaşdırır və heç bir dövlət bunun qarşısını almaq iqtidarında deyil. Bir də xanım, sensasiyon bir məlumat əldə edildi Mossad tərəfindən ki, biz Bakıda əməliyyat keçirmişik və Bakı-Tbilisi-Ceyhan neft kəmərini hədəf almaq istəyirdi İran və bunun qarşısını almışıq. Reuters Xarici İşlər Nazirliyinə soru göndərib və cavabsız qalıb və rəsmi Bakı susur. Bu xəbərlər ümumiyyətlə nə dərəcədə realdır sizcə? Əslində bunun daha əvvəl ilk rəsmi bəyanatı 6 mart tarixində Azərbaycan Xarici İşlər Nazirliyi, Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti tərəfindən paylaşılmışdı daha doğrusu və keçirilən əməliyyat çərçivəsində Bakı-Tbilisi-Ceyhan neft boru xəttinin hədəf alınması istiqamətində ola biləcək təxribat addımlarının qarşısının alındığı və Azərbaycanda olan agentlərin və bu istiqamətdə istifadə olunan insanların həbs olunduğunu və mühakimə prosesinin başlandığı ilə bağlı rəsmi məlumatlar paylaşılmışdı. Düşünürəm ki, Mossadın paylaşdığı bu məlumatlarda da hər hansı bir yeni bir informasiya yoxdur. Düzdür, qlobal media korporasiyaları üçün ciddi ölçüdə yeni informasiya, çünki İsrail bu iddiaları daha geniş formada təqdim etməyə çalışır və İranın sadəcə İsraili deyil, eyni zamanda digər region dövlətlərdə hədəf aldığını aydın ifadə etmək istəyir. Amma Azərbaycan Təhlükəsizlik Xidməti lazımi güc strukturları bu
bu istiqamətdə lazımi tədbirləri daha öncədən onsuz həyata keçirdi və Bakı-Tbilisi-Ceyhan Neftborg xətti başda olmaqla digər strateji hər hansısa bir hədəf alına biləcək istiqamətlər varsa, bununla bağlı təhlükəsizlik Azərbaycan dövləti ən yüksək səviyyədə təmin edə bilir və paylaşılan informasiyalar düşünürəm ki, İsrailin indiki məqamda regional siyasəti ilə üst-üstə düşən hesablamaları daha çox özündə ehtiva edir. Amma indiki məqamda nə Azərbaycan ərazisi, nə Azərbaycan strateji mərkəzləri, nə də ki, ümumilikdə Azərbaycanın maraqlarını hədəf ala biləcək hər hansısa bir addım atılmayıb, atıla da bilməz. Yəni, yenə də təkrar edirəm, bu istiqamətdə ola biləcək bütün tədbirlər onsuz Azərbaycan dövləti tərəfindən alınıb. Amma məlumatın niyə indi paylaşılması, düşünürəm ki, bu da İsrailin öz maraqlarına hesablanmış əsas addımlardan biridir ki, İran sadəcə İsrail üçün deyil, qonşu dövlətlər və digər region dövlətlər üçün, hətta enerji təhlükəsizliyi üçün ciddi təhdid yaradan əsas dövlətdir. Çünki qarşılıqlı olaraq biz ittihamlarda İsrailin və İranın bir-birini terror dövlət adlandırması və ittihamları görə bilirik və bu informasiya müharibəsinin də bir tərkib hissəsidir. Amma biz hər hansısa bir formada digər dövlətlərin informasiya müharibəsinin bir parçası deyilik. Lazım olan tədbirlər və lazımi məlumatlar onsuz yetəri qədər paylaşılıb. Bir də Rusiya-Ukrayna müharibəsində son olaylar budur ki, həftənin 6-cı günü Zelenski Reuters müsahibəsində bildirdi ki, Putin çox ciddi cəhdlə Belarusu müharibəyə aktiv şəkildə daxil etməyə çalışır və bizə Avropadan gələn silahlar azalıbdır. Avropa bizə silah verməlidir və Washington Post hələ İran müharibəsinin başında demişdi ki, Ukrayna üçün nəzərdə tutulan silahlar artıq yaxın şərqə göndərilir və Ukrayna sanki bir növ qərb üçün arxa plana keçdi. İndiki mən hesab edirəm ki, bu müharibələrdə İsrail və Ukraynaya belə deyim, bir xeyir tərəfdir, belə hesab edirəm. Və bütün dünyanın boynunun borcudur ki, İsrailin və Ukraynanın yanında olsunlar. Çünki Rusiya kimi bir işğalçı ilə illərdir ki, dirənir. Ukrayna və İsrail də həmçinin öz ərazilərinə 7 oktyabrda 2023-də hücum oldu torpaqlarına və orada baş verən hal nə qədər ki, yəni İsrail orada günahlandırılır işğalda, nə bilim soyqırımda. Halbuki orada baş verən yeganə sorumlusu Hamas terror təşkilatıdır. Və bu siz necə düşünürsünüz? Ümumiyyətlə Belarusun aktiv müharibə iştirak edə bilər və bundan sonraki Rusiya-Ukrayna müharibəsində qərb üçün belə deyim. Birbaşa olaraq Belarus ərazisi Rusiya-Ukrayna müharibəsində bir tərəf qismində çıxış etməsə belə, üzrsən Belarus dövləti və ərazisi birbaşa hərbi əməliyyatların bir iştirakçısına çevrilməsə belə, amma düşünürəm ki, Belarus onsuz ilk gündən etibarən öz mövqeyini aydın şəkildə ifadə edib və Rusiya ilə olan strateji tərəfdaşlığı və müttəfiqliyi aydın şəkildə göstərir ki, onsuz Rusiya-Ukrayna müharibəsi başladığı ilk dövrdən, yəni 2022-ci il 24 fevral tarixindən bu günə qədər Belarusun mövqeyi, məsələn Rusiya mövqeyi ilə üst-üstə düşür və bundan sonraki məqamda fəal şəkildə müharibəyə qoşulmaq Belarusun maraqlarına uyğun deyil və Rusiyanın düşünürəm ki, indiki mərhələdə heç buna ehtiyacı da yoxdur. Çünki hərbi cəbhədə yetəri qədər irəliləyib və işğal edib Ukraynanın ərazisini. Diplomatik platformada da Amerika Birləşmiş Ştatları kimi kifayət qədər önəmli bir qlobal aktörün Ukraynaya qarşı çevirə bilib. Düzdür, Avropa dövlətləri çalışır ki, Ukraynanı dəstəkləsinlər. Hətta bir neçə yardım paketləri müzakirə olunub 2026-27-ci il üzrə müzakirələrin yenidən başladığını biz görürük. Macaristanda keçirilən seçkilərin nəticəsində Orbanın məğlub olması Avropa İttifaqı daxilində yenidən bir veto sisteminin tətbiq olunmayacağı ilə bağlı yanaşmalar daha çox müzakirə obyektinə çevirib. Amma biz mərkəzçilərin mövqeyinin zəiflədiyini də aydın şəkildə görə bilirik Şərqi Avropa və Mərkəzi Avropa dövlətlərində və ümumiyyətlə səsvermə prosesində hüquqi olaraq hər hansısa bir formada maneçilik yarada bilməsə də Rumıniya kimi, Macarıstan kimi, Slovakiya kimi, Balkan ölkələri kimi dövlətlərin bu prosesdə maraqlı olmadığını müşahidə edirik. Yəni bu da siyasi fraksiyaların formalaşmasına, Avropa İttifaqı daxilində Ukraynaya dəstəyin daha çox zəifləməsinə gətirib çıxarda bilər. Çünki artıq müharibə 5 ildir davam edir və müharibənin sadəcə olaraq yardım paketi, hərbi yardımın ayrılması qismi tamamlanmadığı bir mərhələdə belə həm miqrasiya ilə bağlı ciddi böhran var, Ukrayna əhalisinin Avropa daxilində yaşaması və məskunlaşması, qanuni olaraq yaşaması ilə bağlı olan məsələ. Eyni zamanda biz Avropa daxilində özünün ciddi problemlərini müşahidə edə bilirik. Həm sosial yönümlü proqramlarda ciddi böhran var. Eyni zamanda enerji təhlükəsizliyi ilə bağlı Rusiya ilə qarşı durma artıq 5 ildir ki, Avropa dövlətləri üçün ciddi təhdidə çevrilib. Hətta 2027-ci ilə qədər Rusiyadan qaz alışını tamamilə sonlandırmağı hədəfləyirlər ki, ondan sonraki mərhələdə təzyiq mexanizmlərindən istifadə etsinlər. Amma bütün mənzərəni dəyərləndirəndə biz aydın şəkildə görürük ki, Avropa müharibəyə hazır deyil. Avropa öz təhlükəsizliyini təmin etməyə hazır deyil və ona görə də Rusiya-Ukrayna müharibəsinin sürətli şəkildə bitməsini istəyir. Bu bir xəttdir. Amma digər bir istiqamətdə də müharibə hansı şərtlərlə bitəcək? Rusiyanın indiki işğallarının davam etdiyi və onun tam legitimləşdiyi bir şərtlərlə bitməsi onsuz Avropanın təhlükəsizliyi üçün də ciddi təhdid yaradır. Və ona görə də heç bir halda istəmirlər ki, hər hansı bir formada nə Krımın, nə Şərqi Ukraynanın işğalı legitimləşdirilsin, nə də ki, 5 ildir davam edən müharibədən sonraki ərazilərlə bağlı status quo məsələsi gündəmə gəlsin. Amma bunun tamamilə bir əks mövqeyi
birliyinin formalaşdırılması üçün də real addımlar atılmalıdır. Real addımları biz müşahidə edirik. NATO daxilində də böhran aydın şəkildə müşahidə edirik. Ona görə də müharibəyə yeni tərəflərin cəlb olunması istisna adımı təbii ki, xeyir. Amma bu müharibə masştabını genişləndirəcək. Nə Rusiya bunu istəmir, nə Avropa dövlətləri bunu istəmir. Ümumiyyətlə, Avropa bu müharibəyə heç hazır deyildir. Çünki uzun illərdir NATO çətirinə öyrəşib və bu NATO çətiri çərçivəsində onun təhlükəsizliyi təmin olunub. İnfrastruktur baxımından şəhərlər geniş masştablı müharibəyə hazır deyil. Hərbi hazırlıq səviyyəsi yetəri qədər deyil və eyni zamanda insan resursu baxımından da bu istiqamətdə potensialları kifayət qədər çox zəifdir. Və ona görə də Ukraynanı maksimum dəstəkləmək onların yeganə çıxış yoludur ki, indiki məqamda öz ərazi təhlükəsizliklərini təmin etsinlər. Amma birbaşa olaraq Rusiyadan da enerji təhlükəsizliyindən asılılıq hələ də gündəmdə olduğu üçün paralel addımların atılmasının daha sərt olduğunu biz müşahidə edə bilmirik. Yəni Rusiya-Ukrayna müharibəsi onsuz qısa müddətdə bitəcək bir müharibə deyil. Çox təəssüf olsun ki, eyni kökə sahib olan iki xalq arasında nifrət zəminində ola biləcək ciddi düşmənçiliyin əsası qoyulub və bu uzun 10 illiklərə əhatə edə biləcək bir danışıqlar prosesində özündə ehtiva edir. İki halda paralel olaraq İsrail-İran arasında olan qarşıdurmada biz qarşılıqlı olaraq onsuz hər iki tərəfin atdığı addımlarda sərhəddi aşan addımları biz müşahidə edirik. İlk növbədə bəli, doğru qeyd edilir əslində. İlk İsrail ərazisində olan hücum legitim deyildi və antiterror əməliyyatı olaraq başlanmışdı. Bunu İran dəstəkləyirdi. Proksi qüvvələr vasitəsilə Həması terror təşkilatı olaraq tanıyan bəzi dövlətlər var, tanımayan dövlətlər var. İranın Hizbullahı dəstəkləməsi, Şiə silahlı birləşmələrin dəstəkləməsi regionda ciddi təhdid yaradır. Nüvə proqramı region üçün ciddi təhdid formalaşdırır. Amma İran ərazisində olan hücum da heç bir halda legitim deyil. Yəni, başqa bir dövlətin ərazisinə heç bir hüquqi əsas olmadan Amerika Birləşmiş Ştatlarının hücumu həyata keçirtməsi beynəlxalq hüquqa, BMT nizamnaməsində birbaşa zidd olan addımlar idi. Bu, beynəlxalq birlik çərçivəsində atıla biləcək addım idi. Yəni, BMT çərçivəsində qəbul olunan hər hansı bir qətnamə ya da Amerika Birləşmiş Ştatları daxilində qəbul olunmuş ortaq bir rəy. Çünki konqresə məsləhətləşmədən atılan bu addım onsuz Amerikanın daxili qanunvericiliyinə də birbaşa olaraq zidd idi. Biz qarşılıqlı olaraq onsuz hər iki tərəfin region üçün nə qədər çox ciddi təhdidlər yarada biləcək geniş masştablı hərbi əməliyyatların başladığını aydın şəkildə müşahidə edə bilərik. Bu idarə oluna bilən həddədirmi? Xeyr. Ümumiyyətlə, Orta Şərqdə baş verən müharibələrin heç bir idarə olunan həddə deyil və biz uzun müddətli dondurulmuş münaqişələr kontekstində Orta Şərqdə təzyiq və təsir mexanizmlərini formalaşdırmağa çalışan qlobal aktorların mübarizəsini müşahidə edirik. Ermənistandakı seçkilərlə bağlı da sonuncu sualımsa, Ermənistanda bu iyun ayında seçkilər yaxınlaşır və son bir rəsmi başlayan İrəvan arasında münasibətlərdə istiləşmə var. Məsələ burasıdır ki, Ermənistanda hal-hazırda mənim şəxsən narahatlığım ondan ibarət ki, Paşinyan qalibi gəlməsə, onun yerinə seçilən tutaq ki, rəqibi tam fərqli siyasət yerdə bəli, münasibətlər yenidən pisləşə bilər və amma bir tərəfdən ümidliyəm ki, Macaristanda məsələn Avropanın istədiyi lider qalib gəldi və Rusiyanın belə deyim də hal-hazırda Rusiya yönümlü partiyaların məğlub olunmasına səbəb oldu. Orban məsələn. Bu Ermənistanda da məsələn Paşinyan bir qərb yönümlü bir lider kimi tanıyırıq da, yəni ki, yenidən qələbə çalma ehtimalı hazırda nə qədərdir və bu ümumiyyətlə onu deməyə əsas verim ki, artıq Rusiyanın o regionda bir gücü zəifliyi və artıq Avropanın istədiyi liderlər bu bizim regionda yəni bu seçkilərdə başlanacaq prezident olaraq. İlk növbədə bir məqamla bağlı fikrimi izah edim. Yəni, Avropanın dəstəkləməsi Paşinyanı sülh yönümlü etməyib. Paşinyanı sülhə məcbur edən və bu istiqamətdə daha konstruktiv yanaşmalar ortaya qoymasına səbəb olan Azərbaycanın sülh gündəliyidir. Və Paşinyanı Avropa dəstəkləməsə belə qalib gələ bilərmi? Bəli, gələ bilər. Amma Rusiya tərəfindən ciddi ölçüdə təhdidlər var. Və düşünürəm ki, Paşinyanın sülh gündəliyi ilə seçkiyə getməsi onun qalibiyyəti ilə bağlı önəmli müəyyən zəmanətləri formalaşdırır. Düzdür, biz ciddi ölçüdə deyə bilmirik ki, Paşinyan seçkinin nəticələrində qalib gəlmə ehtimalı ən yüksək olan namizəddir. Çünki sorğuların nəticəsi onu göstərir ki, 30% keçmir onu dəstəkləyənlərin sayı və bu da koalisyon hökumətə getmə ehtimalını, qurulması ehtimalını daha çox gündəmə gətirir. Həmçinin Paşinyanın Rusiya səfəri, Putinlə Paşinyan arasında keçirilən görüşlər və Rusiyadan daha çox asıllığın hələ də gündəmdə olması məsələsi Ermənistan daxilində siyasi prosesləri daha çox gərginləşdirən və sülh gündəliyini gecikdirən əsas məsələlərdən biridir. Çünki biz Putinlə Paşinyan arasında olan görüşə nəzər yetirsək, yenə də Azərbaycan-Ermənistan münasibətləri üzərindən bir ritorika formalaşdırmağa çalışan, bir təxribat xarakterli məlumatlar paylaşan Rusiyanı görürük ki, bu da regionla bağlı iddialarından geri çəkilmədiyini aydın şəkildə ifadə edir. Həmçinin Ermənistanın Rusiyadan nə qədər asılı olduğunu ifadə edəcək qaz alışının 4 dəfə dünya bazarından ucuz qiymətə satılması ilə bağlı məsələ, Avropa İttifaqı və Avrasiya İqtisadi Birliyində bərabər şəkildə təmsil olunmamaqla bağlı məsələlər. Bunlar aydın göstərir ki, onsuz seçki prosesi çox asan keçməyəcək Ermənistanda və hal-hazırda Paşinyanın qarşısında olan namizədlərin hər biri Rusiyanın dəstəklədiyi namizəddir. Hətta Putin onun Rusiya meyilli namizədlərin seçkidə iştirak etməsinə problem yaradılmaması ilə bağlı da bir eyham vurub, bu istiqamətdə də mesaj verməyə çalışdı.
Və bu seçki prosesində onun namizədlərinə hər hansısa bir maneçiliyi olacağı təqdirdə Ermənistan daxilində ixtişaşların ya da ola biləcək ziddiyyətlərin istisna edilmədiyini də gündəmə gətirir. Ümumiyyətlə, indiyə qədərki prosesi izləyiriksə biz kilsə ilə Paşinyan arasında olan qarşı durma, həmçinin ölkə daxilində bəzi merlərin siyasi iddialarının gündəmə gəlməsi, onların həbsi prosesinin davam etdirilməsi, sülh prosesi ilə bağlı götürülən öhdəliklər nisbətində Ermənistana hər zaman təzyiq mexanizmlərindən istifadə olması, onu deməyə əsas verir ki, regionda sülh və sabitlikdə maraqlı olmayan tərəflər kifayət qədər çoxdur. Və Paşinyan qalib gəlməsi bu sülh ilə bağlı olan gündəliyin sürətli şəkildə icra olunmasına səbəb ola bilər. Çünki biz sülh prosesini Paşinyanla başlamışıq və Paşinyanla da davam etdiyi müddətcə götürülən öhdəliklərin uğurlu şəkildə icrası mümkün ola bilər. Hətta biz seçkidən sonraki dövrdə əgər seçki nəticələri Paşinyanın xeyrinə olsa, konstitusiya dəyişikliyin 2026-cı ilin sonu 2027-ci ilin birinci rübündə də icra oluna biləcəyini aydın ifadə edirik. Paşinyanın, Simonyanın, eyni zamanda digərlərinin dilində, Qriqoryanın dilindən aydın ifadələrlə eşidirik ki, biz artıq Azərbaycanla sülhə hazırdılar. Amma təsəvvür edək ki, olmadı, seçki nəticələri tamamilə onların əleyhinə irəlilədi və Koçaryan ya da Karapetyan kimi daha radikal və revanşist qrupu təmsil edən hər hansısa bir şəxs hakimiyyətə gəldi. Bu yeni də sülh gündəliyini tamamilə gündəmdən çıxartmır. Amma vaxtı uzadacaq, müddəti uzadacaq. Həm daxildə olan ideoloji təbliğatı fərqli istiqamətə yönləndirəcək və özlərinə vaxt qazanaraq yenidən bir ixtişaş və hərbi münaqişənin yaradılması ilə bağlı zamanı gözləməyə başlayacaqlar. Bu heç bir halda onsuz region üçün maraqlı deyil. Regionun gələcəyi üçün töhfə verə biləcək istiqamət deyil. Ona görə düşünürəm ki, Ermənistan daxilində cəmiyyətin üzərinə, erməni xalqının üzərinə kifayət qədər böyük bir məsuliyyət düşür. Sülhü seçdikləri halda gələcəyə yönəlik Ermənistan dövlətinin mövcudluğu və varlığının qorunub saxlanılması istiqamətində önəmli addım atmış ola biləcəklər. Amma əks təqdirdə biz yenə də xəyali iddialarla çıxış edən bir Ermənistanla qarşı-qarşıya ola bilərik ki, bu da region üçün ciddi təhdidlər yaradacaq. Bizim bu istiqamətdə ata biləcəyimiz bir addım yoxdur. Biz ərazi bütövlüyümüzü və suverenliyimizi 2020-ci ildə 44 günlük vətən müharibəsində və 2023-cü ildə 23 saatlıq lokal xarakterli antiterror tədbirlərində tam təmin etmişik. Ərazi təhlükəsizliyimizlə bağlı, milli maraqlarımızla bağlı olan bütün istiqamətlərdə Azərbaycan dövləti özü tam təmin etmək iqtidarındadır. Amma bizim istədiyimiz odur ki, regionda sülh və sabitlik formalaşsın. Yeni regional münasibətlər sistemi bütün dövlətlərin inteqrasiya oluna biləcəyi, töhfə götürə biləcəyi bir yanaşmanı özündə formalaşdırsın. Və Ermənistan tranzit ölkə olaraq artıq daha çox qazanc götürsün, Azərbaycanla iqtisadi əlaqələri bərpa olunsun. Artıq ikinci istiqamətdə, ikinci mərhələdə Ermənistan Azərbaycan məhsullarının daşınması həyata keçirildi, dizel göndərildi. Daha əvvəldə bu istiqamətdə yenə də addımlar atılmışdı. Azərbaycan hava məkanı Ermənistan üçün artıq açıqdır. Türkiyə ilə paylı olaraq münasibətlər davam etdirilir. Yəni seçkinin nəticələri region üçün ciddi töhfələr verə bilər, tam əksin olaraq neqativ təsirləri də ola bilər və bu istiqamətin çox asan olmayacağını yenə də təkrarən qeyd edirəm. Ermənistandakı seçkilər çünki Cənubi Qafqazın gələcəyi ilə bağlı önəmli nəticələr özündə ehtiva edir. Amma seçkinin nəticəsinin nə olmağından asılı olmayaraq Ermənistan daxilində onsuz siyasi kursun formalaşdırılmasında hələ də qətiyyətli və davamlı siyasi iradənin olması mütləq xarakter daşıyır. Yəni əgər suveren bir xarici siyasət formalaşdırmağa çalışırsa Ermənistan, Avropa ilə Rusiya arasında balansı mütləq şəkildə qorumalıdır. Amma biz bugün hal-hazırda bir tərəfli qaydada Rusiyadan asılı olan bir Ermənistanı görə bilirik. İstəyir Avrasiya İqtisadi Birliyi çərçivəsində iqtisadi əlaqələr baxımından, istəyir Ermənistan daxilində olan Rusiya hərbi bazası çərçivəsində və Ermənistan sərhədlərinin qorunması, dəmir yollarının Rusiyanın nəzarəti altında olması və bir çox faktları qeyd edə bilər ki, Rusiya hal-hazırda Cənubi Qafqazda öz siyasətini Ermənistan vasitəsilə davam etdirməyə çalışır. Azərbaycan heç bir halda heç bir dövlətin diktəsi ilə addım ata bilən ya da bu istiqamətdə siyasi kursunu formalaşdıran dövlət deyil. Azərbaycanın suveren, müstəqil xarici siyasət konsepsiyası var. Atdığı addımlar da ancaq milli təhlükəsizliyimizin və milli maraqlarımızın qorunması istiqamətindədir. Gürcüstanda son dəyişikliklər fonunda biz aydın şəkildə Qərb ilə Rusiya arasında balans formalaşdırmağa çalışılan Gürcü Arzusu Partiyasının yeni yanaşmalarını görürük ki, bu da Gürcüstanın gələcəyinə yönəlik müsbət nəticələri böyük ölçüdə özündə ehtiva edir. Növbəti mərhələ Ermənistanla bağlıdır. Ermənistan da bu istiqamətdə adekvat addımları atdığı müddətcə düşünürəm ki, Cənubi Qafqazla bağlı məkirli niyyətlər olan istər regional, istərsə də qlobal aktorların heç bir halda nüfuz etmək üçün bir açıq qapıları olmayacaq. Çox təşəkkür edirəm, Nihat Arım, müsahibəniz üçün. Var olun.